İndi isə bizə video formatda qoşulan Prezident İlham Əliyevi çıxış etməyə dəvət edirəm. Buyurun, cənab prezident. Sağ olun. Sabahınız xeyir və Bakıdan salamlar. İlk öncə mən Avropa Siyasi Birliyin zirvə görüşündə çıxış etmək üçün verdiyi dəvətə görə Prezident Kostaya təşəkkürümü bildirmək istəyirəm. Prezident Kostanın Azərbaycana 2 aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən video formatda iclasa qoşulacağam. Mən auditoriyanı həmçinin məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Kosta və Prezident von der Leyen zirvə görüşün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti zirvə görüşlərdən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən Avropa Siyasi Birliyin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi 9 aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri birgə bəyannaməni imzaladılar. Prezident Trump artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh sazişin mətnini parafladılar. Bizim üçün və əminəm ki, Ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 90-cı illərin əvvəlindən Ermənistana tətbiq olunan bütün tranzit məhdudiyyətləri bir tərəfli qaydada aradan qaldırdı. İndiyə qədər 28 min ton yük Ermənistana Azərbaycan ərazisi vasitəsilə çatdırılmışdır. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı, benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib. Sülh sahəsində digər nailiyyət bağlantılardır. Trumpın beynəlxalq sülh və rifah naminə marşrutu Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı o, orta dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurasının Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdir. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. 4 ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bugün sanki AŞPA-nın bir iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbul edilməzdir. İndi isə Avropa Parlamentini götürək. Bu toplu sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi 6 ay sonra 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-una qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib.
Sadəcə təsəvvür edin, 5 il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu, cəmi 4 gün əvvəl bilərəkdən zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, İslamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq, Azərbaycan parlamenti mayın 1-də Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib. Nəzərə alsaq ki, Avropa siyasi birliyin zirvə görüşlərində biz öz fikirlərimizlə və narahat doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik. Mən sadəcə bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın. Yekun olaraq mən Baş nazir Paşinyanı Avropa siyasi birliyin zirvə görüşünü Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm və bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir və Ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir. Mən zirvə görüşünə uğurlar arzu edirəm. Sağ olun. Sağ olun, cənab prezident.